hepinizi salamlayıram. Bugün sizlərlə yeni bir test sualının izahına diqqət yetirəcəyik. Sualımız 2023-cü il qəbul imtahanında, yəni blok imtahanında istifadə olunmuş sualdır. Gəlin sualımızın şərti ilə tanış olaq. Sualın şərtində verilir ki, Azərbaycan Xalq Cümhuriyyətinə aid uyğunluğu müəyyən edin. Gəlin uyğunluğa keçək. Birinci sırada verilir ikinci hökumətin fəaliyyət dövrü. İkinci hökumətin fəaliyyət dövrü 1918-ci iyunun 19-dan 1918-ci dekabrın 7-sinə qədər mövcud olmuşdur. Üçüncü hökumətin fəaliyyət dövrü 1918-ci il dekabrın 26-sından 1919-cu il aprelin 14-nə qədər fəaliyyət göstərmişdir. Dördüncü hökumətin fəaliyyət dövrü 1919-cu il aprelin 14-dən 1919-cu il dekabrın 22-sinə qədər fəaliyyət göstərmişdir. Gəlin bəndlərimizə keçelim. A bəndində verilir ki, Denikin təhlükəsi ilə bağlı hərbi vəziyyətin elan edilməsi bu 1919-cu il iyun ayına təsadüf edir. Bu zaman AXC-də hakimiyyətdə 4-cü hökumət idi, yəni 4-cü hökumətin fəaliyyət dövrünə təsadüf edir. Ona görə 3-ü A-nı götürürük. Qarabağ General Qubernatorluğunun yaradılması haqqında qərarın verilməsi bu 1919-cu il yanvarın 15-i idi və bu zaman hakimiyyətdə 3-cü hökumət hakimiyyətdə idi və 3-cü hökumətin fəaliyyət dövrünə təsadüf edir. 2-yə B-ni götürürük. Parlamentin yaradılması haqqında qanunun verilməsi. Parlamentin yaradılması haqqında qanunun verilməsi 1918-ci il noyabrın 20-si idi. Parlament fəaliyyətə başladısa dekabrın 7-sinə fəaliyyətə başlamışdı. Və bu zaman noyabrın 20-si təsadüf edir və bu zaman hakimiyyətdə ikinci hökumət idi. Yəni ikinci hökumətin fəaliyyət dövrünə təsadüf edir. Birə C-ni götürdük. Muğan Sovet Respublikasının ləğvi. Bu isə 1919-cu il avqust ayına təsadüf edir. Bu da 4-cü hökumətin fəaliyyət dövrünə təsadüf edir. Y variantına baxaq. Bakının Bakı Xalq Komissarları qüvvələrinin azad edilməsi bu yanlış verilibdir. Yəni bu abituriyentləri çaşdırmaq üçün qoyulmuş bir bənddir. Çünki bilirik ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunarkən hakimiyyətdə Bakı Xalq Komissarları Soveti deyil də Sentrokaspi diktaturası idi. Çünki Bakı Xalq Komissarları Soveti 1918-ci il iyulun 31-də süqut etmişdi və avqustun 1-də Bakıda hakimiyyətdə Sentrokaspi diktaturası gəlmişdi. 1918-ci sentyabrın 15-də Bakı azad olunarkən Sentrokaspi diktaturasının qüvvələri məğlub oldu və Sentrokaspi diktaturası süquta uğradı. Və buna görə də cavabımız D variantı olacaqdır.